Ya kredit çiyninin ümumi olaraq belə deyək də, məqsədi nədir? Məsələn, məndə tutalım ki, $50 var. Mən daxil oldum X-ə, $50 depozit elədim ticarət hesabıma və kredit çiynini seçdim, tutayım ki, 1-ə 1000. Bu mənə nə verir? Məsələn, sual bundan ibarət. Burada kredit çiyini sizin bazara daxil olmağınız üçün icazədir. Yəni əlavə, orada $50 bazara daxil olmaq olmaz. Ümumiyyətlə belə götürəndə forex-də ticarət etmək olmaz. Broker burada kredit çiyinindən istifadə edir və həmin o çatışmayan 99.000 pulu belə götürək də 99.900 nə qədər pulu o sizə necə deyirlər, bir əmanət edir. O pulun vasitəsilə siz bazara daxil olursunuz. Amma o real pul deyil də, düzdür? Çünki mənim ancaq $50 orada iştirak edir Forex-də ümumiyyətlə real pul yoxdur. Belə götürəndə. Demək istədiyim, mənim orada ticarət edəndə 100.000 üzərindən getmir. $50 orada azalır və ya artır. Bəli, real depozitdə olan pulunuz artıb azalır. Əgər o müəyyən qədər gəlib brokerin, yəni itki var, misal üçün $40 qədər itki olsa, 45-ə qədər müəyyən qədər, orada stop out məsələsi var və başqa detallar. Burada rezüme belədir ki, kredit çiyini bazara daxil olmaq üçün bir vasitədir.